Yaxşı. Başladık sakin. Zərf. Bax, düzdür, biz düstur əlimizi öyrəşmək belə yazmalı. Zərf üstə gəl fiil yazırıq. Düzdür, deyirik hərəkətin, tərifində də deyirik. Deyirik hərəkətin yerini, zamanını, kəmiyyətini, sonra tərzini bildirən əsas nitq hissəsinə zərf deyirik. Bunu tərifində də deyirik. Amma zərf təkcə feili yox, başqa nitq hissələrini izah edə bilər. O son nəşr kimlərdə var? Hansı partada 2 hədəf var? Son nəşr. 16 var. Hanı hədəflər dedim, açın qoyun qabağınıza. Çoxunuz açmayırsınız. Aç tezlə zərfi. Aç, orada sözlər sizdə bir-bir işləməliyik. Bir, hamısını abonimliyin deyirəm sizə. Tapdınız? Əlxan çaldı, hədəfi də aç qoyarın altına. Sakit. Tapdınız mı yerini? Aha. Hə, indi bir. Amanimlərin hamısını izah eləmək üçün bu əlinizin altında olsun. Düz deyirik, zərf feil izah edər. Amma, məsələn, bu nümunəyə bax. Deyirəm ki, indi gecdir. Aha. İndi gecdir. Burada mənim xəbərim nələ ifadə olunur? Elə zərfin özündən. Burada zərf izah edir. Zərf izah edir. Demək, bu cümləni qətiyyən götürmə. Zərf həmişə feili izah edir. Həmişə feilə aid olur, cümləsi yanlışdır. Bəzən feil izah eləməyə bilər. Başqa bir misal. Məsələn, deyirəm, indi yorğundur. İndi nə izah edir? Sifəti izah edir. Deyirəm, indi, məsələn, mühəndisdir. Mühəndisdir. Aha, ismi. Yəni, xəbər, bax, fikir ver, sifətlə ifadə oluna bilər. Yəni, bilib götürəndə zərf, bütün əsas, bax, əsas deyirəm, bütün nitq hissələr onun içində köməkçilə gedir. Bütün əsas nitq hissələrini izah edə bilər əslində. İzah edə bilər, aid ola bilər hamısını. Amma indi deyir ki, əsasən onun canı feildir. Zərfin sifətlə ortaq sözləri var. Sayla ortaq sözləri var. Biz bunu zərfi saydan, sifətdən nə ilə seçirik? Elə feilə aid olmağından seçirik. Feili izah eləməyinlə seçirik. İndi nümunələri, o məna növlərini dedikcə, mən onu bir-bir sizə izahını verəcəm təbii ki. Əsas deyir ki, əsasən feili izah edir. Və bu iki termini qarışdırmayın. Zərf, bir də zərflik. Zərflik. Zərf nədir? Zərf nədir? Nitq hissəsi. Nitq hissəsi. Aha, nitq hissəsi. Bəs zərflik nədir? Cümlə özü. Ayrı terminlərdir, qarışdırmayın. Cümlə özü. Zərf hansı şöbədə öyrənilir? Morfologiya. Çünki o nitq hissəsidir. Qısaca yazıram, morfologiya. Bəs zərflik harada öyrənilir? Sintaksis. Fərqli şöbələrdə öyrənilir. Sintaksis. Zərfin neçə növü var? 4 növü var. 4 növü, məna növü. Bəs zərfliyin 6 məna növü var. Səbəblə məqsəd burada əlavədir. Zərfin səbəb məqsəd növü yoxdur. O zərfliyin növüdür. Bununla onu cümlə əzmlə nitq hissəsini qarışdırmayaq. Bu da getdi. Səhv salma, qarşı salma birini deyil. İndi gəldik nəyə? Gəldik zərfin var quruluşca növü. Digər nitq hissələrində olduğu kimi zərf də quruluşca, sadə, düzəltmə mürəkkəb ola bilər. İndi o mürəkkəb yazılanlar ayrım yazılır, defislə yazılır, biçiklə yazılır. Sonra düzəltmə olanlar hansı şəkilçilərlə düzəlir. Biz bunu zərfin məna növlərini izah elədikcə, onların içində bir-bir şəkilçiləri, quruluşu, hamısını çıxarıb yazarıq bunu. Zərfin nə ilə qarışdırılır var? Zərfin testlərini aç, nə ilə qarışdırır? Sifətlə qarışdırır. Çünki sualları eynidir. Hansı sualları, necə, nəcür? Necə, nəcür? Bura hansı sualdır yazmadım? Niyə yazmadım? Elə o seçmək üçün mənim əlimdə vasitədir. Məsələn, tutaq ki, deyirəm, yaxşı. Bura yazıram, yaxşı fikir. Bura yazıram, yaxşı danışır. Danışır. Yaxşı fikir, necə fikir, nəcür fikir, hansı fikir? Necə, nəcür sualın yerinə mən dönüb hansı sualını da verə bildim. Bu 100% deyirik, bu sifətdir.
Həmin ismi izah edeyim. Bax, isim. İki əsasım var. Yaxşı sözü ismi izah edeyim. Demək ki, sifətdir. Yaxşı sözü hansı sualına da cavab verdi? Demək ki, sifətdir. İndi gəldik bura. Yaxşı danışır. Necə danışır? Burada feili izah edeyim, hərəkəti izah edeyim. İndi siz deyə bilərsiniz, hansı danışır? O çox yaxşı danışır. O hansı danışır? Alınma daxil. Aydın oldu, hansı sualı sırf sifətin sualı. Amma necə nəcə sualı? Ortaq sualı. Hərəkəti izah edəndə sən onu zərf götürürsən, ismi izah edəndə sifət götürürsən. Hansı sualını dönüb verə bilsən sifətdir, verə bilməsən zərfdir. Bu getdi. Sonra zərfi nə ilə çaşdırıblar, nə ilə qarışdırıblar testdə? Sayla. Çünki sayla ortaq sualı var. Hansıdır ortaq sualı, nə qədər sual? Aha. Bu sual həm sayındır, həm də zərfindir. İndi keçdik. Yenə, məsələn, hansı sözlər? Az, çox, xeyli, bir qədər, aha, bir qədər, azacıq, testə düşənlərdir, azacıq. Bu sözlər də eyni metod, eyni taktikanı gedir. Bilirsiniz, sayla sifətin oxşar cəhəti nə idi? Oxşar cəhəti o idi ki, hər ikisi ismi izah edir. Nitq səsi ismi izah edir. Baxırıq, ismin qədərini bildirir. Demək ki, saydı. Məsələn, azacıq sözünə baxaq. Azacıq aşır, ağrımaz başım. Testdə belə bir atalar sözü var. Azacıq aşır, ağrımaz başım. Aşın qədərini bildirir. Aş isimdir, xörəyin adıdır. Sonra gəldik, deyirəm, azacıq dincəlim. Yatanlar. Azacıq yatıb, sonra qulaq asarım. Ona kimi də zərf gedir. Zərf minir, qatara çıxır, gedir. Qulaq asın. Hərəkəti izah edib. Demək ki, nədir? Miqdar, kəmiyyət zərfidir. Kəmiyyət zərfidir. İsmi izah edib. Demək ki, saydır. Bunu da bildik mi? Sonra gəlin, bax buna baxın. Sizi çaşdıran şey, az, çox sözü həm də ədatdır. Müəllim, necə seçim? Çox rahat. Bundan sonra sifət gəlirsə, biz bunu çoxaltma dərəcəsində istifadə edirdik. Yadınıza gəlir, əlamət keyfiyyəti azaldırdıq, çoxaldırdıq sifətin dərəcəsi. Əgər sifətin qabağında işləmirsə, demək əlamət keyfiyyəti artırıb azaltmaq üçün istifadə olunub. Bu ədatdır. Məsələn, yaxşı uşaqdır, çox yaxşı uşaqdır, çox yaxşı. Çoxdan sonra yaxşı sözü gəlir. Çoxdan sonra yaxşı sözü gəlir. Sifətin çoxaltmasıdır da. Aydın oldu. Az yaxşı, az mehriban və s. Əlamət keyfiyyətin qabağında işləsə, bilin ki, ədatdır. Bunu da bildik. Ən çox sizin nə ilə dolaşdıra bilərlər, bir-bir deyilər. Sonra gəldik, nə ilə əsas məsələ ən çox qarışıq salınan feili bağlama. Feili bağlama. Bilirsiniz, bu nə qədər qarışıqlar, ən çox da hansı feili bağlama şəklisi? A, doldurublar bunu testi. Məsələ nə yerdədir? Feili bağlama iki nitq səsinin xüsusiyyətini daşıyır. Biri feil, biri də zərf. Elə biz bu feili bağlamaya görə zərfi feildən qabaq keçdik. Ki bu zərfi yaxşı tanı, feili bağlamanı da keçəndə bu ikisini bir-birinə qarışdırır. İndi bunu necə seçim? Bu ortaq sualları var. Feili bağlama zərfin xüsusiyyətini daşıyır deyə, bu nə feildən feildir, nə zərfdən zərfdir. Nə tam feil demək olur, nə zərf demək olur. Çox maraqlı bir sözdərdir. Hərəkət məzmunludur, amma necə sualına cavab verir. Bu suallar bax, necə, nə cür? Aha, bu anda feili bağlanan suallardır. Nə tərzdə? Nə tərzdə? Ortaq suallardır. Sonra, nə zaman? Nə zaman? Haçan? Aha. Yəni, feili bağlama eyni zərf kimi, o da tərz bildirir, o da zaman bildirir. Şey də bildirir, orada qalır kəmiyyətlə yer. Yadda saxlayın, feili bağlama heç vaxt yer bildirilmir. Yer məzmununda işlənmir. Şeydə də kəmiyyət kimi istisna unca var. Məsələn, deyirəm, doyunca yedi. Doyunca yedi, unca. O, bir dənə o kəmiyyət bildirə bilər. Əsas bu işlənir. Zamanla tərs. İndi müəllim, mən bunu necə seçim?
İki nümunə yazın, bax. Biri var deyirəm, qaça-qaça gəldi. Qaça-qaça ortaya yazıram, gəldi. İndi burada yazıram sürətlə. Aha. Qaça-qaça gəldi, sürətlə gəldi. Baxın, ikisinin də sualı eynidir. Necə gəldi? İkisi də tərz bildirir. Amma fərqa var. Bu hərəkət məzmunudur. Yadda saxlayın, feili bağlama şəkil çıxarır. Hamısı feili artırılır. Feil artırılır. Feili bağlama hərəkət məzmunu. Sürətlə sözündə hərəkət var. Yoxdur. Zərf hərəkət məzmunu olur. Amma feili bağlama hərəkət məzmunu olur. Bu bir. İkincisi, hərəkət məzmunudur deyə mən bunu inkarda deyə bilirəm. Qaça-qaça, qaçmaya. Və ya deyirəm ki, gələrkən, tutaq ki, yolda Məhəmmədi gördüm. Nə zaman gördüm Məhəmmədi? Gələrkən. Gələrkən, gəlməyərkən. Məsələn, bilmədən dedim. Necə dedim? Bilmədən. Mədə içində inkar var. Mamər. Hərəkət məzmunu içində inkar var. Feili bağlamadır. Amma zərflərə baxın, hərəkət məzmunu yoxdur. Sürətlə, həvəslə, rusca, türkcə. Hərəkət məzmunu yoxdur. Az, çox, xeyli, yox. Hə. Nə? Ucadan deyil. Bilmədən də inkar var. Bilmədən də, məsələn deyirəm, bilmədən dedim, inkarət var da müəmməli. Madan mədən bütöv olmalı. Madan mədən şəkilsi onu parçalamır. Yəni, madan mədəni, niyə asıdan deyirsən? Səsindən tanıyanlarsan. Madan mədən qrammatik şəkilçidir. Olmalı bunu biz iki cür belə təhlil eləmirik. Bütövlükdə götürürük. Amma məzmununda inkarlıq var. Bildim, bilmədim, bilmədən. İnkarlıq var da, çalır. Türkçə kitabda Türk sənədi. Türkçə zərfdir. Axı isim gəlirirsiniz, gələ bilər yəni. Nə gələ bilər? Mən nə dedim? Mən dedim, axı ilk başda nə dedim? Zərf həmişə feilli izah edir. Bəzən feil izah edir. Digər nitqsələrini izah edir. Buranı bildin mi? Demək, feili bağlamalar hərəkət məzmunudur, zərflər yox. Bir dənə istisna zərf var, o düzəltmə zərfləri deyilirsə deyəcək. Məsələn, bura bax. Belə bir zərflər qabağınıza çıxa bilər. Bax, cərk-cərk şəkilçisi. Cərk-cərk şəkilçisi. İstisna, bir dənə bu zərflərdə hərəkət məzmunu azca var. Bax, çünki feildən üzəlir. Sevincək. Fikir verib, sevincək, utancaq. Bax, zərflər, yadda saxlayın, feildən zərf düzəlir. Feildən. Adətən biz nitqsələrini keçəndə nə deyirdik? Nitqsələrini iki yerə bölürdük. Adlardan düzələn, feillərdən düzələn. Bunu isimdə dedik, sifətdə dedik, düzdürmü? Adlardan feil. Amma zərfdə belə şey yoxdur. Feildən düzələn zərf istisna var, sevinmək, sevincək. Bu cərk-cərk şəkilsi istisna düzəldir. Qalan heç birində hərəkət məzmunu olaraq yoxdur. Bunu sildik. Feili bağlama ilə birlikdə zərfini seçmək qaydasıdır. Birini kağıda demək olur, birini yox. Biri hərəkət məzmunudur, biri yox. Yox. Hə, zərfi başqa şeylərlə də qatıblar. Məna növlərini bir-bir indi sizə izah edeyim. İzah elədikcə hansı hissəsi kimdə olar işlənə bilər, onlar hamısını sizə deyəcəm bilir. Gəldik. Zərf, uşaqlar. Bunun adını mən müstəntiq qoymuşdum. Hərəkət baş verdi. Müstəntiq araşdırır. Hərəkət harada baş verir? Zərfin məna növü nə oldu? Nə zaman baş verdi? Sakin. Necə oldu ki baş verdi? Tərzi hərəkət. Hərəkətin tərzi. Və bu hərəkət nə qədər davam edir? Qədəri. Kəmiyyət. Aha. Kəmiyyət zərfi. İndi gəlin bunlara bir-bir baxaq. O sözləri niyə bir-bir oxuduram? Çünki çoxunuz professorlar evdə kitab oxumadan, kitab əlləmədən birbaşa testə başlayır. Mən bilirəm, güvən yaxşı şeydir, amma bu yersiz özgüvən məni öldürür. Testə də 50 dənə səhvə çıxır. Sən elə gəlib bilirsən, amma orada elə zərf var ki, zərfin iki məna növünə aiddir. Tutaq ki, birdən sözü. Aha. Birdən sözü həmi tərzdir, həmi zamandır. Məsələn, deyirəm, birdən gecikərsən, burada nədir? Burada zaman.
O birdən huşunu itirdi. Yerinə qəflətən qoya bilsəm, Və birdən 2 çıxanda. orada saydı, orada saydı, orada saydı, izahını verəcəm onda sizə. Bax, əgər birdən sözünün yerinə, yalnız bəstin də, at çəkib, deyir ki, qızlar sütlərin də. Nə olanda qalıb, qıratablar nə ola qalıb? Birdən sözünün yerinə, qəflətən sözü qoya bilsən, əvəz eləyə bilsən, orada tərz bildirir. Qoya bilməsən, orada zaman bildirir. Birinci nə cümlə dedi? Birdən gecikərsən, ha. İndi qeyri qəflətən qoya. Qəflətən gecikərsən, ha, alınmadı. Çünki zamandır. O birdən hoşunu itirdi. O qəflətən hoşunu itirdi. Burada tərz bildirir. Çünki əvəz eləyə bilirəm. İndi cümlədə bu şəkildə çıxır. Məsələn, deyirəm, birdən tutaq ki, 0 çıxanda 1 qalır. Elə, birdən sözü samdan buna zərf deyə bilməzsən ki, bu artıq saydır. İsimləşmiş say. Bu saydır. İndi gətirdik məna növləri və bir-bir izah edim, amma indi və suallarına baxaq. Demək, o təzə hədəfi olanlar, sizdə daha qəşəng verim olaraq. Sizdə daha qəşəng verim. Burada fərq var. Köhnə hədəflə təzə hədəfdə fərq var. Fərq nədədir? Kimdə köhnədirsə hədəf, bunu düzəltsin. Bu iki söz. Təkrar sözü, bir də təkrarən sözü. Nə deyəcəm? Əvvəl bunu köhnə hədəfdə vermişdi tərzin içində. Bunu vermişdi miqdarın içində. Amma bunu dəyişdilər, hədəfdə dəyişiklik elədilər. İndi bunun ikisini də tərzdə verir. Birini burluqca sayır, birini burluqca düzəltmir. Bir dəqiqə uşaqlar. Bundan qabaqki izahlar var idi, ha, sifət sayıq. Verdiyiniz sualların çoxu burada izah olunmuşdu. Qulaq assaydınız eləməzsiniz o səhvi. Dinləməniz nətərdə, anlamanız elə o şəkildədir. Qulaq as fikrim burada olsun. İndi keçdi bunları, bunun ikisini də bax, bunu təzə qayda ilə götürün. Təkrarı sadə tərz götürün, təkrarını düzəltmə tərz götürün. Da burada kəmiyyət adı çəkməyin. Kimdə köhnətsə bunu əlavə eləsin, buradan silsin, tərzdə əlavə eləsin onu. İndi başladıq. Tərz hərəkət quruluşca sadə olanlara baxaq. Bir daha nəyin amonimli var, izahını verim. Kimdə, məsələn, mən buradan oxuram, məndə hədəf köhnədir. Kimdə təzə nəşirdirsə, məsələn, orada ola bilsən elə bir söz verib, burada yoxdur. Siz deyin, mən bura əlavə edeyim. Oldu? Bir, sadə tərz. Yaman. Qoy bu sözdən danışım sizə. Bu yaman sözü yeganə sözdür ki, antonimi elə özüdür. Yaman sözü amonimli iki mənada var. Yaman sözü bir pis deməkdir, bir də elə yaxşı deməkdir. Yaxşı demək. Məsələn, desəm ki, yaman günün ömrü az olar. Burada pis gün mənasında. Bir var, deyirəm ki, əşi, yəni mənasını demək, deyirəm, yaman məclis idi, yaman qız idi. Burada yaxşı mənadadır. İndi bunu biz ismənə aid edə bilərik bu sözü. Bu sözü ismənə aid edə bilərik, bu sözü hərəkətə də aid edə bilərik. Baxın, görün nəyə aid olub. Yaman qız desəm, yaman gün desəm, burada təbii ki, sifətdir. Amma desəm ki, məsələn, yaman pis oldum. Pis oldum bir yerdə. Ol, et, elə bir qıl. Və ya deyirəm ki, yaman dalaşırdı. Hərəkəti izah edir. Yəni, bu sifət kimdə gedə bilər, qabanıza çıxa bilər, anlamayın. Ümumiyyətlə, bu sözlər varmı? Bax, sadə tərs. Yaman, təkrar, dürüst, çətin, yaxşı, pis, sərras, səlis, gözəl, əla. Bunların hamısı həm sifətdir, ortaq sözlərdir sifətlə. Həm sifətdir, amma mən demirəm, ortaq deyirəm. Həm də zərfdir. Bunlardan sonra isim gəlsə sifət götür, feil gəlsə zərf götür. Aydındır? Keçdi öbürsünə. Burada başqa köməkçi səs kimi işlənəni varmı? Yoxdur. Düzəltməyə gəldik. İndi biz nə edirik? Quruluşca düzəltmə sizə dedim ki, bir izahlar. Bax, casına, bu şəkilcidən danışım sizə. Casına vurğu qəbul eləmir. Məsələn, qəhrəmancasına, igidcəsinə vurğu hara düşür? Bax, igidcəsinə.
Testdə bunu da salır. Ha, deyir, zərfin vurğu qəbul edilməyən şəkilçiləri. Bunu istəyəcək səndən. Budur, lalədir, vurğu qəbul edilmir, cavacədir. Deyir, məsələn, deyirəm, bu da tərzdir elə, hünərlə. Hünərlə vurğu qəbul edilmir. Rusca, bax, vurğu qəbul edilmir. Türkçə, Rusca vurğu qəbul edilmir. Bunlar hamısı düzəltmə tərzidir. Düzəltmə tərz. Və ya lıqda. Elə deyək görüm, bu qəbul edilir, eləmir. Məsələn, deyirəm, onlar birlikdə gəldilər. Birlikdə. Lıqda şəkil. Qəbul edir, qəbul edilmir. Baxın, görürüz, birlikdə. Vurğu qəbul edilir. Yəni, deyirəm, bu da zərf düzəltən şəkilçidir, amma vurğu qəbul edir. Bu lıqda şəkilsi həm tərz bildirir, həm də yer. Bundan tərz də düzəldir. Bu tərzdir. İndi deyirəm, ortalıqda. O ortalıqda qaldı. Harada qaldı? Ortalıqda. Yəni, bu şəkilçi yer zərflərdə düzəldə bilər, tərzi hərəkət də düzəldə bilər. Aha, tərzi hərəkət də düzəldə bilər. Tez-tez yazdıram, deyir, qısa yazdıram. Aydın oldu. Sonra bir izahını verək. Bax, sürət. O vurğu qəbul edilməyənlərə bir dənə ən də artırım. Biri var, ən şəkilçisi. Bu fiili sifətindir. Bu qrammatik şəkilçidir. Bu şəkilçinin söz hansı sualına cavab verir? Məsələn, oxuyan şagird, hansı şagird? Bu fiili sifətdir. Amma ən şəkilçisi bir cür yazılır, leksik şəkilçidir. Deyirəm, o bunu qəsdən etdi. O qarşımıza qəflətən çıxdı. Bu da vurğu qəbul edilmir. Qəsdən, qəflətən. Hə. Sizcə, yəni mənaca hansı növünü düzəldir? Qəsdən, qəflətən, necədir? Qulurca tərz, tərz hərəkətlər. Qulurca, düzəltmə tərzləri bizə. Fikir verirsiniz, hərəkət məzmunu yoxdur. Fikir verirsiniz, bu şəkilçi barədə sizə geniş məlumat verəcəm. O birilərinə baxım sonra. Bu üstündə çox dayanmalıyım. Çünki bu çox çaşdırıcı bir şeydir. Sonra qəhrəmancasına sürətlə, daxilən, yanaki, çəpəki, dosyana, ağayana, zarafatyana, dahiyanə. Bu dahiyanə, bu yanə, anə şəkilçiləri, yanə. Bu alınma şəkilçidir, olmadan. Və bu şəkilçinin içində sayı uzanması var. Testdə soruşur. Məsələn, dahiyanə artıq 2 sayı uzanması var. 2 sayı uzanması. Dahiyanə sözündən sonra mən isim də gətirə bilərəm. Çox dahiyanə insandır. Şairanə qadındır, şairanə qadın. İsim də işlədə bilərəm. Feili də izah edir, ismi də izah edir. Sonra keçdik. Qəfildən, ucadan, alçaqdan. İndi bu damdəndən danışım sizə. Nəyin şəkilsinə oxşuyur? Hə? Çıxışlı xal şəkilsinə oxşuyur. Amma indi bu həmin çıxışlı xal şəkilsidir. Testdə bunu qarışdırıblar. Həmi isim düzəldən leksik şəkilçi var ya, bir cür yazılandan. Düzdür, biz bunu anonim götürürük, çünki bir cür yazılır, bu 2 cür yazılır. Birdən qabağınıza çıxar da, qabağına gələr güldan sözü çıxar. Elə dağını görüb orada allanarsan. Bu isimdir. Bir cür yazılan isimdir. Sonra, bir də zərf düzəldən leksik şəkilçi. Məsələn, deyirəm, bu dan şəkilçisi zərfin 2 məna növünü düzəldir. Desəm, çoxdan səni görmürəm. Burada nə düzəldir? Bəs desəm ki, ucadan danışır, astadan, bax, burada tərs bildirir. Bu şəkilçi 2. Bu bu şəkilçini həm sən düzəltmə zaman zərflərinin içində görəcəksən. Düzəltmə tərz hərəkətinin içində görəcəksən. Aydın oldu. Sonra anonim deyib də dadə də var, onu zaman düzəldir. O zaman içində izah edirəm. Bu cacədən gəlməsə danışır. Nümunələr yazdıram. Bir dənə bax gör, bunların bir-birindən fərqi nədir? Məsələn, biri var deyirəm, o rusca danışır. Aha, danışır. İndi deyirəm, məsələn, o kökü xırdaca doğradı. Aha. Sonra yazıram. O qızca danışır. Danışır. Aha. Sonra yazıram. Dərya boyunca güller əkilmişdi. Buyur.
Birincidə can nədir? Zərf sözünün leksik şəkli. İkincidə nədir? Dərəcədə biz o cacəni nə deyirdik ona dərəcədə istifadə edilir cacəni? Ədad deyirdik. Burada gəlsilər. Mənada fərq var mı? Xırda doğradım. O kökü xırda doğradı. Fərq yoxdur. Mən onu qüvvətləndirmək üçün işlətdim. Ədaddır. Ədaddır. Əgər sifətə, nə bilim başqa şey, cacəni şeyə də artıra bilərəm. Burada xırda doğrama hərəkəti izah edir. Sadəcə ədad kimi istifadə eləmişəm mən bundan. Bəs burada nədir? Qızca danışır. Yerə nə qoya bilərəm? Kimi nədir? Bənzətmə qoşması. Caca burada bənzətmə qoşmasıdır. Bəs burada dəliyə boyunca yerə nə qoya bilərəm? İlə qoya bilərəm. Qoşma. Caca həm bir gəri alət vasitə qoşmasıdır, həm bənzətmə qoşmasıdır. Bəs burada nədir? Deyirəm, ismi quruluşca. Quruluşca 3 növü var. İndi bura nə qoyum yerinə? Görə qoydum. Aha, görə. Burada nədir? İstinad qoşması. Caca qoşmanın 3 növünün içində var. Ədaddır və zərf sözdən leksik. Zərf sözdən leksik şəkli ki, baxın millət adlarını artırırlar. Rus, İngiliz, Fransız, Rusca, İngilizcə, Fransızca fikir verirsiniz. Onlara qoşulsa birinci zərf sözdən leksik şəklidir. Bura aydın oldu. Biz sən dilə bir düzəltmə, zərf sözdən şəkilçilərdən danışırıq. Zərf sözdən şəkilçilərdən. Bunu tərzin üstündə izah edirik. Gəldik, sürətlə, daxilən, yanakı, ağa yana, alçaqdan, birdən sözünü izah elədim. Hə? Mən biraz ses verirəm. Kim istəyir gedə bilər, məcbur heç kimi saxlam. Saat neçədir? Vaxtdan keçibdir. Qoy mən onu bunu axıra kimi izah eləyim, videonu dayandırım. Qrupa göndərəcəm videonu, baxarsınız. Sadəcə sınaqların üstündə işləməyimiz vaxtımız aldı bizim. Yaxşı, davam edək, harada qaldı. Uşaqları yola saldı. Demək, bütün hansını söz-sözə birlikdə, təkrarən, türkçə, rusça bunları dedim. Mürəkkəb tərz hərəkət səhvləri, addım, başı, bu başı sözünə diqqətli olun. Bu iki söz dabanıza çıxarsa uşaqlar, biri var addım başı, biri var kəlmə başı. Kəlmə başı. Bu iki söz, ikisində də baş var deyə uşaqları çaşdırır. Addım bu ayaqla bağlı olanda, bunu tərzi götürürsünüz. Tərzi hərəkət. Kəlmə başı zaman zərfidir. Kəlmə başı zaman zərfidir, addım başı tərzi hərəkətdir. Buna diqqətli olun. Sonra at üstü nə deməkdir? İzahını verim. At üstü sürətlə deməkdir. At üstü davam basmaq. Bu iki sözün mənasını çox uşaqlar tam anlaya bilmir. İkisi də sürətlə deməkdir. At üstü, bir də davam basmaq. Sonra həzin, baxın təkrar olunub, həzin, birdən-birə, bir sayına baxaq. Bir sayından, bax burada birdən-birə. Bir sayından bir də mürəkkəb tərz hərəkətdə düzəltməldir. Əgər bir sayını yönlük hal artırsaq, məsələn 1-ə 5, 1-ə 5, 1-ə 10, 1-ə nə bilim 100, belə desən, bu artıq kəmiyyətdir. Yəni, məsələn, bunu bir sayından istifadə eləmişik, qətiyyən çalışmayın. Yönlük halda görürsünüz 1-ə 5, bu kəmiyyət düzəldir və 1-dən 1-ə desən, bu artıq tərsi. Məsələn, deyirəm, o 1-dən 1-ə huşunu itirdi, qəfil huşunu itirdi anlamında. Sonra tez-tez, bu tez-tez məsələsinə gəldik, tez-tez. Ümumiyyətlə, bu tezdir, bir də tez-tez. Tez, bu sözlərdən sizə danışın. Və ya gec, bunun yenə mürəkkəbi, təkrar olmuşu, gec. Bunlara baxaq. Əgər bunlar, bu sözlər addımla, ayaqla bağlı işlənərsə, orada tərs bildirir. Zaman mənasında işlənərsə, burada zaman, məsələn, deyirəm ki, bugün tez gəlmirsən. Tez gəlmirsən, yəni vaxtından tez gəlmirsən, burada zaman bildirir. Və deyirəm ki, o bizə tez-tez gələrdi. Tez-tez, yəni vaxt baxımından tez-tez gələrdi. Bir də var, yanaşı gedirik, deyirəm tez gəl, yəni adımını sürərlər. Və deyirəm ki, tez-tez yeri,
Addımını sürətləndirməsinlər mənasındadır. Orada tərs bildirir. Baxın cümlədə necə işlənir. Buna da diqqətli olun. Sonra gəldik nəyə? Sizi testdə yəni nə çalışdıra bilər? Bütün xırdalıqlarını deyirəm. Tez-tez, üz-üzə, onlar məsələn üz-üzə oturmuşdu. Necə oturmuşdu? Onlar qabaq-qabağa əyləşmişdi. Necə əyləşmişdi? Tərz bildirir. O mənə əylə-əylə baxır, əylə-əylə. Qeyri-ixtiyarı, özündən qeyri-ixtiyarı dilləndi. Necə dilləndi? Yan-yana, söz arası, istəyirsən söz arası papiros yandırırdı. Necə yandırırdı? Söz arası. Əvvəldən axıra, bu əvvəldən axıranı uşaqlar çox vaxt miqdarla qarışdırırlar. Məsələn, deyir ki, o mətni əvvəldən axıra kim oxudu? Əvvəldən axıra oxudu. Burada elə bilək ki, qədər anlamda. Qədər deyil, əvvəldən axıra tərz bildirir. Söz arası əvvəldən axıra tərzi. Və diqqət elədiniz ki, burada quruluşca demək, mürəkkəb tərzdən kəsrətləri ya biçik yazılıb. Məsələn, at üstüdür, adın başıdır, daban basmadır, bunlar biçik yazılır. Amma o təkrar olunanlar, sonra nə də yaxın mənalı, əks mənalı və təkrar olunan sözlərin birləşməsindən əmələ gələn zərflər defislə yazılır. Keçdik birdən sözünü izah elədim. Həm tərzdə, həm zamanda bu getdi. Gəldik, tərz hərəkət zərflərimizdən işimiz bitdi, gəldik zaman zərflərine. Zaman zərfləri nə vaxt, nə zaman, haçan suallarından birinə cavab verir. İndi gəlin bu quruluşca sadə zaman zərflərindən baxaq. Quruluşca sadə zaman zərfləri. Məsələn, dünən, indi, inişil, uşaqların ən çox burada qarışdırdıqları hansıdır? İnişil, bildir, bax bunlar sadədir, burada şirketçi yoxdur, sırağa gün, hətta deyir ki, səhv yazılmış zərfi göstər, bunun arasına ı artırıb, o səhvdir, o tələffüzdür, yazılışında ı yoxdur, sırağa gün, bildir, inişil, bunda səhv edirlər, amma bunu da qarışdırmır, bu quruluşca sadə zaman zərfidir. İnişil bilməyənlər üçün deyil, inişil keçən il yox, ondan əvvəlki ilə deyirlər, bildirən inişil, bu demək olar ki, eyni şeydir, keçən il yox, ondan qabaqki il. Sonra gəldik nəyə? Dünən, indi, inişil, daim sözünə vurğa əvvələ düşür. Bildir sözünə vurğa əvvələ düşür. Yadda saxlayın, daim sözünü biz harada keçmişdik? Dedik ki, uzanan saitlə vurğu üst-üstə düşür. Həmin sözləri xatırlayaq. Uzanan saitlə vurğu üst-üstə düşən sözlər. 3 dənə B hərfi yadda saxlayın. Məsələn, bəli, bəzi, bəzən. Bu üçündə 2 dənə D, daim, daima və sonra 2 bağlayıcı, yəni, məsələn. Əvvəllər sonra sözündə buraid edirdilər. İndi yeni qaydadan sonra sözün tələffüzündə uzanma yoxdur. Çünki N orada düşür. İndi həmin sözlər içərisində biz daim adını çəkmişdik. Bax, bu daim uzanan saitlə vurğu üst-üstə düşən sözdür. Sonra, indi gəldik burada axşam, səhər, gecə, sabah, günorta sözlərinə baxaq. Axşam, demək, səhər, günorta, günorta düzdür, yazıram bura, amma günorta qurtulca mürəkkəbdir. Günorta, sözün canı var, deyə yazıram, amma bunu belə də arayalıram, qurtulca mürəkkəbdir. Günorta, axşam, səhər, gecə, sabah, bu arada sabah sözü zərfi alınma zərfdir, hardan bitim alınma zərfdir, çünki hı ilə bitir. Hı ilə bitənlər alınmalı. Demək, bu sözlər axşam, səhər, gecə, sabah və mürəkkəb günorta zərfidir. Bunlar həm isimdir, həm də zərfdir. Əgər isim suallarına cavab versə cümlədə, sən onu isim götür. Məsələn, deyirəm, axşam düşdü, səhər açıldı, gecə keçir, nə keçir gecə, sabah açıldı, nə açıldı? Bu isimdir. Bir də var, deyirəm, axşam gələrik, səhər evi yığışdıraram və ya deyirəm ki, günorta yemək yeməyə gedərik. Nə zaman günorta? Bir də zəyər, nə zaman sualına cavab versə zərf götürür, ismin sualına, yəni nə sualına cavab verirsən, onu artıq isim götürürsünüz. Gəldik burada bayaq, sonra gec, tez, bayaqdakiləri. Hələ, həmişə, yenə, dərhal. Dərhal, bunlar hamısına gedir, sadə. Bunların içində bir də sonra sözü var, gəlin sizə bundan danışım. Sonra, ümumiyyətlə, burada yazmayıblar o sözləri. Bax, əvvəl, qabaq, sonra. Əvvəl, qabaq, sonra, bəli. Əvvəl, qabaq, sonra, bəli. Burada o ikisini alt-alta yazın. Uşaqlar, o bunu alt-alta yazın.
gəlmiş gedib bunu da deyim. Bu 4 söz həm qoşmadır, həm də zərfdir. Biz bunu nədən seçirik? Əgər bu sözlərdən əvvəl ismin çıxışlı halı gələrsə, damdan çıxışlı halı gələrsə, sən onu götürürsən qoşma. Çünki bunlar qoşma kimi ismin çıxışlı halına qoşulur. Əgər çıxışlı halın əlaqəyə girməzsə, müstəqil işlənərsə, sən onu zərf götürürsən. Nümunələr yazın. Məsələn, deyirəm ki, əvvəl Rüfət gəldi, sonra Aysu. Rüfət nə zaman gəldi? Əvvəl. Aysu nə zaman gəldi? Sonra. Bu nədir? Bu zərfdir. Görürsünüz, müstəqil şəkildə işlənir, çıxışlı hal yoxdur. Bu zərfdir. İndi gəlin bunu qoşma kimi işlənir. Deyirəm, Rüfət demək, sonradan sonra gəldi. Rüfət sonradan sonra gəldi. Rüfət sonradan əvvəl gəldi. Rüfət sonradan qabaq gəldi. Fikir verirsinizmi? Sonradan sonra, sonradan əvvəl, sonradan. Bu artıq qoşmadır. Burada sonra, əvvəl, qabaq sözləri çıxış halına əlaqəyə girib, bu artıq qoşmadır. Amma belə cümlə çıxartmadansa buna aldanmayın. Demək, deyir ki, maşından əvvəl Rüfət, sonra, tutaq ki, sonra sona düşdü. Belə bir cümlə qabağınıza çıxar. Baxarsınız ki, əvvəl sözündən qabaq dalından gəlir, maşından. Aldanmayın, olsun gəlir. Gəlmək başqa şeydir, əlaqəyə girmək başqa şeydir. Burada əvvəl sözü, maşın sözündən əlaqəyə girməyib. Maşın düşdü, kim düşdü? Sonra düşdü. Maşından sonra kim düşdü? Rüfət düşdü. Rüfət maşından nə zaman düşdü? Əvvəl. Sonra maşından nə zaman düşdü? Sonra. Fikir verdinizmi? Burada əvvəl sözü, maşın sözündən əlaqəyə girməyib. Çıxışlı hal şəkilçili söz gəlib, amma əlaqəyə girməyib. Bax, belə test var, uşaqlar bunda səhv eləmişlər. Yəni, cümləni axıra kimi oxumamışdılar, cümlənin mənasına fikir verməmişlər. Çıxışlı halı görən kimi bunu qoşuma götürmüşdür. Burada gəldi cavabları səhv çıxdı. Sonra gəldik bu bəri sözünə. Bəri sözü. Qoşmada zaman mənası verir. Amma zərfdə yer məzmunu verir. Yer. Məsələn, bax, deyirəm, bəri gəl. Haraya gəlin? Bəri. Burada yer məzmunu var, bu zərfdir. İndi diqqət ikinci cümləyə. Deyirəm, dünəndən bəri onu görmürəm. Dünəndən bəri onu görmürəm. Niyə etmirəm? Dünəndən bəri onu etmirəm, görmürəm. Dünəndən bəri kimi görmürəm? Onu. Onu nə zamandır görmürəm? Dünəndən bəri. Bax, çıxışlı hal, əlaqəyə girib. Burada bəri sözü qoşmadır. Qoşma kimi zaman qoşmasıdır. Amma zərf kimi yer zərfidir. Buna diqqətli olaq. Sonra keçdik. Düzəltmə zaman zərfləri. Hələlik, çoxdan sözün cümlədə belə də çıxarmaq. Bir var deyirəm, çoxdan səni görmürəm. Nə zamandır səni görmürəm? Çoxdan. Bir də var belə çıxarmaq. Çoxdan azı çıxmaq lazımdır. Çoxdan azı çıxmaq lazımdır. Burada çox saydı, isimləşib. Nədəndən çıxmaq lazımdır? Sualı bu şəkildə verirəm. İsimləşmiş saydı. Əslində normalda çox rəqəmdən az rəqəmli çıxmaq. Aydındır, ismi itirib. Bu saydı, sən onu zərfləyə bilməsən. Zərf kimi zaman anlayışı verir. Say kimi miqdar. Keçdik, hərdən düzəltmək kimi onda sözü belə qabağa çıxa bilər. Bir var deyirəm ki, onda mən uşaq olardım.
Nə zaman mən uşaq olardım? 10-da. Bir dəfə deyirəm, mənim kitablarım 10-dadır. Kimdədir? 10-dadır. Orada çıxışda qaldırıb etmiş əvəzlikdir. Və ona orada zərf deyil. Sonra gəldi, qabağına nə çıxa bilər? Bütün nümunələri bir izah edeyim hamısını, sizə qaranlıq qalmış şey olmasın. Gündə, gündə sözü. Gündə, ildə, ayda, yayda. Bu gündə sözünə nə baxaq? Cümlədə necə çıxa bilər qabağa? Ümumiyyətlə, bu dadə şəkli üçün söz, dadə şəkli üçün söz. Zaman mənalı sözlərə artırılır, fəsillərin adlarına artırılır. Yayda, qışda, gündə, məsələn, onda. Baxın, dadə amonimdir. Həm demək, ismin yerli hal şəklisidir, həm də zərfcədə leksiya şəklidir. İndi gündə sözünə baxaq. Deyirəm, gündə bir paltar geyir. Bir paltar geyir. Aha, o nə zaman bir paltar geyinir? Gündə. O gündə bizə gəlir. Nə zaman gəlir? Gündə. Yəni, hər gün mənasında bu zaman zərfidir. İndi deyirəm ki, gündə dayanma. Gündə dayanma. Qaralarsan. Qaralarsan. İndi buradakı gün də artıq burada harada dayanmayayım? Harada? Yəni, günün altında, günəşin altında mənasındadır. Burada yerli hal. Burada yerli hal. Bax, belə qabağınıza çıxa bilər. Sonra, dadə şəkilçili söz, əgər nə zaman sonuna cavab versə, demək sərf sözdən leksiya şəkilçili. Yayda kəndə gedərik. Nə zaman? Yayda. Amma kimdə, nədə, harada sonuna cavab versə, bilirsiniz ki, o yerli hal şəkilçisidir. Gəldik, zaman zərfləri, indi mürəkkəb zaman zərflərinə baxaq. Günü gündən, kəlmə başı, bayaq dediyim, haçandan haçana, baxın, təkrar olunur, defislə yazılır. Arabir sözü testə düşmüşdür yazılışınla bağlı, arabir sözü bitişik yazılır, biləsiniz. Əvvəl-axır, baxın, antonim sözlərin birləşməsindən əmələ gəlib, defislə yazılır. Ay-ba-ay, an-ba-an. Bu babə ilə deyəcəyim qeydlər var, ümumiyyətlə. Bu babə, bu yazılır. Aha. Bu babə bitişdiricisi, bu həm sifət əmələ gətirir, həm də zərf. Bu sözlər sifət gedir. Cümlədə bunları sifət götürür. Baxın, cürbəcür, növbənöv, rəng-bərəng, sonra rəngarəng, rəng, burada ba yoxdur, burada a var. Rəngarəng. Demək istədim odur ki, bunlar sifətdir. Bunlar sifəti gətirib zərbin içində qatıblar. Bunları sifət götürərsiniz. Amma desəm, ay-ba-ay, an-ba-an, sonra gün-bə-gün, bunlar artıq zərfdir. Bir də bu sözləri qatıb, bunların içində isim də qatıblar. Baxın, basa-bas, vur-ha-vur, vur-ha-vur. Bunlar axı sonra olacaq. Dedim, avtobusda bir basa-bas var idi. Nə var idi basa-bas? Mağazada bir vur-ha-vur düşmüşdür. Nə düşmüşdür vur-ha-vur? Bunlar isimdir, ha? A-ha ilə düzələnlər. Bunlar isimdir. Bunlar sifətdir. Yerdə qalan indi deyəcəyim nümunələr bilin ki, zərfdir. Məsələn, ay-ba-ay, an-ba-an. Bunları zərf götürün. Ara-sıra, hərdən birdən ikidən, bir saniyə görürsünüz, yenə zərf düzəltmişik. Birdən ikidən, axşam tərəfi artıq bitişik yazılır. Çünki iki müxtəlif sözün birləşməsidir. Günorta, səhər, günortanı dedim, isimdən anonimliyi var. Səhərçanı və s. Bunlar mürəkkəb zaman zərfləridir. Gəldik yer zərflərinə. Yer zərfləri də quruluşca sadə düzəltür mürəkkəb. Haraya, haradan suallarına cavab verir. Haraya sualının yerinə, hara sualına verə bilərik. Gəldik indi sadələrə nümunə göstərək. Aşağı, yuxarı, irəli, geri, hamısını oxuyun, sonra burada sizi nə anlada bilər, testə onları deyim. Aşağı, içəri, yuxarı, irəli, geri. Diqqət edin, bunlar antonim cütlü şəkildədir. Baxın, aşağı, yuxarı, sağ, sol, irəli, geri. Fikir verirsiniz, antonim bir-birinin əksini sanki. Ora, bura, yaxın, uzaq. Görürsünüz, yaxın, uzaq.
Sağ, sol, arxa, dal, kənar, qıraq, yan, eşik, bəli. Bəli sözünü dedim, o həm də qoşma ola bilər, izahını verdim. İndi gəldik bunlara. Bu yer zərflərini nə ilə qarışdırırlar? Məkan mənalı isimlərlə. Testdə ikisi də haraya sualın, haraya sualına cavab verir deyə. Məkan anlayışı bildirir deyə isimlə zərfi qarışdırırlar. Amma bunu qarışdırmamaq üçün nə edirik? Diqqət lövhəyə buna yazıram. Məsələn, məkan mənalı isimlər. Kənd, şəhər, ölkə və ya yazıram daşlıq, bu da məkandır da. Daşlıq, qumluq, düzdür, məkandır, səhra, məsələn, məkandır. İndi, burada indi də zərfləri yazın. İrəli, geri, aşağı, yuxarı və ya sağ, sol. Bir, məkan mənalı isimlərdə antonimlik yoxdur. Amma bildirən yer zərflərində antonimlik var, əkslik var. Bu öz yerində. Məkan mənalı isimlər dəqiq, konkret məkanın adını bildirir. Dəqiq, konkret məkanın adını bildirir. Amma burada dəqiqlik yoxdur. Burada konkretlik yoxdur. Məsələn, nümunə göstərim sizə. Siz kəndə gedib deyə bilməzsiniz ki, mən şəhərə gəlmişəm. Və ya gedib Bakının mərkəzində oturub deyə bilməzsən, mən Bakı kəndinə gəlmişəm. Bakının kəndini demirəm, amma Bakının kəndləri var. Məsələn, o Targov küçəsi deyək də, Targov küçəsində durmuşsan və deyirsən ki, mən kənddəyim. Sənə gülərlər, deyirlər ki, kəndlə şəhəri tanımır. Bilirik, hara şəhər deyirik, bilirik, hara kənd deyirik, ölkə nəyə deyirik, bilirik. Məsələn, mən gedib, məsələn də, belə deyim, yaxşılıqda, çəmənlikdə oturub, güllükdə oturub, mən deyə bilmərəm ki, bu bura daşlıqdır. Yəni, daşlıq konkret bilirsiniz, məsələn, və bir var çayken adına durmuşam, deyirəm, mən buralar daşlıqdır. Bir də var çəmənlikdir, güllükdir, çiçəklikdir, durmuşam, orada deyirəm, bura daşlıqdır. Axı, sən daşlıqla çəmənliyin fərqini bilirsən, hara daşlıq deyilir, hara güllük deyilir. Səhra onun kimi. Məsələn, tutaq ki, sən meşədə durub deyə bilərsən, mən səhraya gəlmişəm. Deyə bilməzsən, çünki səhra qumluq olan yerlə deyilir. Səhra bu arada buzluq olan yerə də deyilir. Məsələn, Antarktida buzluq, orada səhra deyilir. Yəni, buzluq olan yerə də səhra demək olar. Geniş, qumluq olan yerə də səhra demək olar. İndi gəldik bura. Burada dəqiqlik, konkretlik yoxdur. Mən durmuşam burada. Təsəvvür edeyim, yanımda bir nəfər durur, bu yanımda da bir tərəf durur. Mənim solumda duran insan deyir ki, məsələn, müəllimə məndən, mən onun sağında durmuş oluram da, müəllimə məndən sağda dayanır. Amma bu tərəfdə olan insan deyəcək ki, müəllimə məndən solda dayanır. Mənim durduğum məkan bu insan üçün sağ tərəfdir, bu insan üçün sol tərəfdir. Demək ki, mənim durduğum məkan o sağ, sol, dəqiq, konkret məkan deyil. Və ya belə bir təsəvvür edin, baxın, gəlin 3 mərtəbədir. Tutaq ki, bura 1-ci mərtəbə, 2-ci mərtəbə, 3-cü mərtəbə. 3-cü mərtəbədə tutaq ki, olur Sona. 2-ci mərtəbədə olur, məsələn, Leyla. 1-ci mərtəbədə olur Səma. İndi Sona deyir ki, Leyla məndən aşağıda yaşayır, aşağıda. Səma deyir ki, Leyla məndən yuxarıda yaşayır. Səma üçün aşağı olan, Sona üçün aşağı olan, Səma üçün yuxarıdır. Bura konkret məkan deyil. Mənim üçün aşağı olan, başqası üçün yuxarı ola bilər. O yüzden ben sırada düzülmüşüm. Məndən qabaqda növbə var, gözləyirəm, məndən sonra da növbə var. Mənim qabağımda duran insan deyir ki, müəllimə məndən arxada dayanır. Məndən sonraki deyir ki, müəllimə məndən qabaqda dayanır. Demək, mənim durduğum yer konkret məkan deyil. Onun üçün qabaq, bunun üçün arxa. Yəni o məkan aydındır. Bunlar və ya biz bunları durduğumuz yerdə saya bilərik. Məsələn, mən durduğum yerdə bura səhra, güllük, daşlıq deyə bilmərəm. Amma durduğum yerdə deyə bilərəm. Mənim sağım, solum, məndən irəli, məndən geri, arxa, yuxarı, aşağı bunlar deyə bilərəm.
Bax, yer zərfləri bunlardır. Məkan mənalı isimlərdən bunu rahatlıqla seçmək olur. Burada gəldik nəyə? Burada yaxın-uzaq məsələsi var. Yaxın-uzaq siz o ismi də izah edə bilər, o sifət kimi götürə bilərsiniz, ortaq söz. Məsələn, deyirəm, yaxın qohum, necə qohum, uzaq qohum, necə qohum? Bir də var, deyirəm, mən yaxında oluram. Harada oluram? Yaxında. Birinci cümlədə sifət idi, amma yaxında oluram, burada zərfdir. Gəldik nəyə? Nə qaldı burada? Düzəltmə yer zərflərinə baxaq. Ortalıqda, aralıqda, lıqda, liqda, luqda şəkilsi zərf sözdən eksik şəkilçidir. O həm tərz bildirir, birlikdə getdilər. Onlar birlikdə yaşayırlar, tərz bildirir. Həm də yer zərfi düzəldir. Ortalıqda, aralıqda. Mürəkkəb zərflərə baxaq. Ora, bura, bax görürsünüz, dəqiq yer bildirmir. Yan görə, dala qabağa, o tərəf, bu tərəf. Defislə yazılır, ha bunlar hamısı. Sağa, sola, üzü yuxarı, üzü aşağı. Bu iki söz cümlədə necə işlənsin, biz onu yer zərfi götürürük. Üzü yuxarı, üzü aşağı. Bu tərz deyil, yer zərfidir. Niyə deyirəm tərz? Bəzən uşaqlar deyir ki, mənim vedranı ağızda çeviririk, deyirik vedrə üzü aşağı dayanır, üzü aşağı qoyur. Orada deyib necə sualına cavab vermirik. Biz bunu yəni belə necə sualı, vedrə necə dayanır, üzü aşağıda. Amma orada da o yer zərfi kimi götürülür. Sonra gəldik, demək, miqdar zərflərinə gəlin baxaq. Sualın nə qədər, nə dərəcədə sorularıdır. Burada az, çox sözünü mən izah elədim. Qurluqca sayda yer zərfidir. Dedim ki, o həm saydı, həm də ədaddır. Təkrar eləmək istəyirəm daha. Azacıq sözü də dedim, həm saydı, həm də zərfdir. Bunu da dedim. 1-ə, yönlü halda olan bir sayına artırılmış saylar, 1-ə 2, 1-ə 3, 1-ə 10, bu artıq miqdar zərfi düzəldir. Amma 1-dən 2-dən dedim, bayaq, onu da miqdar götürmürsünüz. Sonra 1-ə 5, qismən, məsələn, deyirəm, mən bu mövzunu qismən bilirəm. Nə qədər bilirəm, nə dərəcədə bilirəm, qismən. Qismən yəni tam bilmirəm deməkdir. Dəfələrlə, larlərlə bax, düzəlir, zərfsədən yüksək şəkilçi, qismən sözündə də qismən. Burada qismən sadədir. Qismən sadədir, mən hələ ki, ümumi sayda. Gəlin qurutça deyəm. Bax, sadə az, çox xeyli. Buna bağlı danışmışam. Düzəltmə, tamamilə, dəfələrlə, bütünlüklə azacaq. Tamamilə, dəfələrlə, bütünlüklə azacaq. Lalə şəkilsində düzəlir. Mürəkkəb miqdar zərfləri. Azacığın demişdim də bayaq sakinlə gedir. Çox-çox, yadınıza gəlir say keçəndə mən demişdim ki, əgər bir say təkrar olundusa, artıq o zərf gedir. 1, 1, 2, 2, 3, 3, çox-çox, az-az. Təkrar olundusa, bu artıq say deyil. Az-maz, 1-ə 5, azdan çoxdan, qat-qat. Gəlin bu qat-qat məsələsinə baxaq. Qat-qat. Aha. Bu qat-qat sözü, baxın, görün, cümlədə necə işlənir. Biri var, deyirəm, qat-qat xəmir. Qat-qat xəmir. Necə xəmir? Nəcür xəmir? Hansı xəmir? Sən burada artıq buna zərf edə bilməzsən. Bu sifətdir. O rusca slayovlu deyirlər, xəmir. Qat-qat. Aha. İsmi izah edir, bax. Xəmir sözü isimdir. Sən də necə zərf edə bilərsən? Bu sifətdir. İndi deyirəm ki, mənim ona olan sevgim qat-qat çoxaldı. Qat-qat çoxaldı. Burada artıq, yəni sizə deyirəm, çoxalmaq feildir. Feilin qədərini bildirir. Buradan artıq zərf götürərsiniz. Gəldik nəyə? Gəldik bu sözlərə. Bu sözlərə diqqətli olun. Testdə uşaqları çaşdıran sözlər. Dönə-dönə. Qoşa-qoşa. Sonra tikə-tikə. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə, dama-dama. Aha. Yenə olmalıydı. Bircə dəqiqə, dönə-dönə, qoşa-qoşa, tikə-tikə, görməcə yenə olmalıdır. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə, dama-dama. Yadma salsam deyərəm, yəni hələ ki, bunları izah edeyim. Dönə-dönə həm zərfdir, həm də feili bağlı.
Biri var deyirəm ki, mən bu sözü sənə dönə-dönə dedim. Yəni təkrar dedim. Burada qədər bildirir. Mən bizə yəni dəfələrlə dedim mənasında. Mən bunu sən nə qədər dedim, dönə-dönə dedim. İndi biri var deyirəm, maşın döngələri dönə-dönə, fakt maşın dönür. Maşın döngələri dönə gedir. Demək, zərfini götürsən, belədir, 2 kök var, şəkilçi yoxdur. Fiili bağlama kimi götürsən, burada şəkilçi var, dönmək sözün kökü, fiili bağlama. Yenə, dönmək sözün kökü, fiili bağlama. Bu şəkilçi var, A şəklisi. Bu fiili bağlama şəkilsidir. Və deyirəm ki, o şeiri yerində dönə-dönə danışır, yəni fırlana-fırlana danışır. O dönə-dönə rəqs edir, fırlana-fırlana rəqs edir mənasında işlənirlər. Orada olsa, orada fiili bağlamadır. Sonra gəldik qoşa-qoşa sözünə. Əgər cüt anlamında işlənsə, deyirəm, onlar qoşa-qoşa gəzirlər. Yəni, 2 gəzirlər, cüt gəzirlər, qoşa-qoşa. Burada qoşa sözü sözün elə köküdür. Orada şəkilçi yoxdur. Bizdə var deyirəm, o Rusca buksur deyirlər, o maşını bir-birinə qoşanda kişilər buksur etmək. Deyir ki, məsələn, usta maşını bir-birinə qoşmaq sözün kökü qoşmaq, maşını bir-birinə qoşa servisə gətirir. Orada artıq qoşmaq sözün kökü də fiili bağlama şəkilsidir. Sonra gəldik tikə-tikə. Deyirəm ki, o əti tikə-tikə doğradı. Necə doğradı? Tikə-tikə. Burada şəkilçi yoxdur, sözün kökü tikə. Bir də var deyirəm ki, müsəlman ev tikə-tikə durur. Ev tikə-tikə durur. Orada sözün kökü tikməkdir, artıq şəkilçidir. Yəni, bu söz, buradan bura kimi, bu sözlər həm fiili bağlamadır, həm də zərfdir. Gəldik buna. Deyirəm, dama-dama göl var. Dama-dama göl var. Bu su dammaq, bu fiili bağlamadır. Bu, bir də damaza çıxa bilər sifət kimi. Bu fiili bağlamadır, yeri gəlmiş qədiydir, bu A şəkilçi sözlər. Bu sifətdir. Dama-dama paltar, dama-dama vərəq, dəftər. Məsələn, riyaziyyat vərəqdə dama-dama dəftərdir. Yəni, xana mənasında, xana. Burada ümumiyyətlə zərf deyil. Ya sifət olur, ya fiili bağlamadır. Bir sözdə olmalıdır, fikirləşilməlidir, dönə-dönə, qoşa-qoşa. Burada həm fiili bağlama, həm zərf gedir. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə, yadına düşsə deyirəm. Yaxşı, gəldik nəyə? Burada nə qaldı mən sizə görmədim uşaqlar? Nümunələrin hamısını dedim sizə. Sayla, zərflə, qoşmayla, ədədlə olanları. Onları da dedim. Sonra bu sözlər doğru sözü, məsələn, tək sözü, doğru sözü, onları da deyim, yeri gəlmişdən qabağınıza çıxsa. O doğru sözünü əslində, qoy deyim. Bu doğru sözü, yalnız sözü, sonra tək sözü, bunlar həmi üçdə sifətdir. Bura yazırım, sifət. Həmi üçdə zərfdir. Həmi üçdə köməkçi hissəsidir, köməkçi. Məsələn, sifətdən sonra isim işlətməliyəm. Deyirəm, doğru söz insana başucaqlığı gətirir. Nə? Doğru söz. Deyirəm, doğru danış, feil gətirsən, olur zərf. İndi bundan deyirsən, evə doğru istiqamət. Onda olur qoşma. İndi gəldik yalnız sözə, həmin şeydir. Deyirəm, yalnız insan, isim işlədir. Necə insan? Bu sifətdir. Sonra deyirəm, o yalnız yaşayır. Bu oldu feil. İndi deyirəm, yalnız sənə güvənirəm. Onda oldu ədad. Bax, bu yalnızın yönünə qoyardım. Köməkçi hissəsini biz onu götürürük ədad. Doğru sözü köməkçi hissəsi kimi olur qoşma. İndi gəldik tək sözünə. Deyirəm, məsələn, düzənlikdə tək ağac bitmişdi. Ağac artıq isimdir, olur sifət. Sonra deyirəm ki, vədəsində tək əldən səs çıxmaz. Tək əl, isim izah edir, olur sifət. Sonra deyirəm, o tək yaşayır.
Necə yaşayır? Tək yaşayır, hərəkətli zahirədə olduğu zərf. Köməkçi nitq hissəsi kimi o həm ədatdır, həm də qoşmadır. Qoşma. Məsələn, deyirəm ki, tək sənə inanıram. Məhdudlaşdırıcı ədatdır. Yalnız sözündən sinonim olur. Bax, bu ikisi sinonim olur, ədat kimi. Yalnız sənə inanıram, tək sənə inanıram. Eşitmək yox sənə. Buna deyim məhdudlaşdırıcı ədat. Qoşma kimi bənzətmə qoşması. Özü sözü bitişik yazılır. Qoşma kimi sözü bitişik yazılır. Məsələn, deyirəm ki, o sevindiyindən quş tək uçurdu. Quş tək uçurdu. Bax, bitişik yazmışam. Burada qoşmadır, bənzətmə qoşması. Sonra sizə nə qaldı? İstəmirəm kitabda elə bir şey qalsın ki, mən sizə deməyim. Nə qaldı artıq? Sonra amonimliyi olan zərflər, sol sözün məsələn amonimliyi var, yer zərfində, sol sözü, sağ sözü, sol, sağ, amonimliyi var. Solmaq bir var feildir, güc soldur, bir var cəhət kimi, istiqamət kimi olur, sağ, sol, yer zərfində, bir də var yer zərfində, məkan bilir. Sağmaq, inəyə sağmaq, feildir. Sonra ölünün əksi, sağ, ölü, sağ xəstə. Sağla ölü, ölü, sağ gedir. Sərt kimi. Bir də yer zərfi, amonimliyi. Başqa nə qaldı? Baxaq, ora, bura, irəli, geri, aşağı, yuxarı, sağ, sol. Amonimliyi olanlardan da dedim. Sonra zərf cümlədə hansı cümlə əzmiyində işlənir desələr, zərf cümlədə hansı cümlə əzmiyində? Bütün hamısı elmi işlənə bilir. Şifahi şəkli deyəcəm, çünki artıq saat 9 ya 10-dur, dayanıyorum. Demək olar ki, 9 saat. Şifahi şəklində deyim, yəni məlum olsun. Burada məsələn, tutaq ki, deyirəm, zərfin əsas vəzifəsi, cümlədə əsas vəzifəsi zərflikdir. Əsas vəzifəsi zərflikdir. Zərflikdən başqa nə ola bilər? Məsələn, yer zərfləri, yuxarı aşağı varmı? Yer zərfi. Məsələn, onu mən təyin kimi işlədə bilərəm. Yuxarı mərtəbə. Hansı mərtəbə? Zərf cümlədə təyin etdirmək edir. Sonra məsələn, deyirəm ki, görürsən yuxarılar bu işə necə baxacaq? Kim bu işə necə baxacaq? Yuxarılar. Mübtada yerində, isimləşdi, mübtada yerində iştirak elədi. Sonra deyə bilərəm, tamamlıq yerində. Məsələn, deyirəm, mənim sözüm, gəlin xəbər yerləşdirik. Məsələn, deyirəm, indi gecdir. Xəbər yerləşdirdim. Və mənim sözüm yuxarılaradır. Bu xəbərli şəkilsi artıq oldu xəbər. Tamamlıq yerində. Deyirəm, yuxarılara məktub yazacağım. Hara yazacağım məktub? Kimə yazacağım məktub? Kimə? Yuxarılara. Burada da oldu tamamlıq yerində. Yəni, cümlə əzmi kimi 5 cümlə əzmi 5-in yerində işlənə bilər. Başqa nümunələr də deyim mi istəyirsiniz sizə? Dediklərimdən də burada veribdir. Amma əsas vəzifəsi bilinki cümlədə zərfli olmalı. Belə, yorğun da olsaq izah etdik. Kanala abunə olmağı, bəyənməyi, paylaşmağı, maksimum paylaşmağı unutmayın.